dostlar. Kanalımıza abone yazılmağı unutmayın. Bu sizin bize real desteğiniz olacak. Qani dostlar, kanal Хлеб подал, амки gerekiyor. Güle volmer, yarı düğmedalились. Им чупата чазурба кмекшеда. Дорогие друзья, не забудьте подписаться на наш канал. Это будет вашей реальной поддержкой. Yasəmənin bihuş edici ətri dörd tərəfi bürümüşdü. Yaz axşamının könül oxşayan, ürəyin ən incə tellərini titrədən sərin mehi Yasəmən ağacının budaqlarını yelləndirir, onun yarpaqlarına, çiçək qomlarına sığal çəkir, ətrini ətrafa yayırdı. Mehriban Yasəmən ağacının bu qədər çiçək açdığını görməmişdi. Bəlkə də neçə il idi ki, Fatma xalanın yasəmənlərini görmürdü deyə ona belə gəlirdi. O, bu güllərin həsrətini çox çəkmişdi. Evlərinə gələn kimi tez Fatma xalanın evinin qarşısına, yasəmən ağacının kölgəsinə gəlmişdi. Çiçək salxımlarının sayı hesabı yox idi. Onlar o qədər gözəl, o qədər təravətli idilər ki, Mehriban gözlərini çiçəklərdən ayıra bilmirdi. Yasəmənləri qoxlamaqdan doymurdu. Son illər yaz gəlib yasəmənlər açanda o, Bakıda yolunu tez-tez bazardan salar, böyük bir yasəmən dəstəsi alıb evə gətirərdi. Lakin onların ətri rayondakına bənzəmirdi. Özünə söz vermişdi ki, bu il yasəmən çiçəkləyəndə mütləq rayona gedəcək, onları doyunca qoxlayacaq. O, gözünü açandan qonşuları Fatma xalanın həyətindəki yasəmən ağacını belə görmüşdü. Eyni hündürlükdə, eyni yaraşıqda. Səliqə ilə rəngləmiş hündür taxta hasarın arxasından görünən üstü çiçək salxımları ilə dolu yasəmən ağacı həmişə hər kəsin diqqətini cəlb edərdi. Çəpərdən küçəyə sallanan bu salxımlar ötüb keçənləri öz gözəlliyi ilə heyran edərdi. Mehriban heç yerdə, heç zaman belə iri ləçəkləri olan yasəmən çiçəkləri görməmişdi. Fatma xalanın bağı əsl möcüzə idi. Bu qadının çiçəklərə olan sevgisi heç nə ilə müqayisə oluna bilməzdi. Əri çoxdan vəfat etmiş, övladı olmamış Fatma xala hər çiçəklə, hər yarpaqla uşaq kimi danışar, onlara nəvaziş göstərər, qulluq edərdi. İl 12 ay əlindən bel, dırmıq düşməzdi. Bu bağda Mehribanın tanıdığı, eləcə də ömründə ilk dəfə gördüyü o qədər gül bitirdi ki, onlara heyran olmamaq mümkün deyildi. Gözəllik aşıqı olan Fatma xala simiciliyi ilə də ad-san qazanmışdı. O, heç vaxt heç kəsə çiçək toxumu, gül ştili verməzdi. Yazda budayıb atdığı gül budaqlarını belə kimsəyə qıymazdı. Gül vermək mənə düşmür, deyərdi. Əslində isə düşüb düşməməyin onun üçün elə bir əhəmiyyəti yox idi. O, güllərini başqalarına qısqanırdı. Əlləri ilə yaratdığı bu qeyri-adi gözəlliyin başqa yerdə təkrar olunmasını istəmirdi. Gül çiçəyin bol vaxtında belə bircə çiçəyi kimsəyə pulsuz verməzdi. Səhərlər adəti üzrə dərdiyi gül çiçəkləri səliqə ilə böyük zəmbilə yığıb bazara satmağa aparardı. Bazarda onun gülü necə ustalıqla satdığını görəndə Mehriban düşünərdi. Görəsən bu qədər pul onun nəyinə gərəkdir? Mehriban məktəbə gedəndə də, məktəbdən qayıdanda da adəti üzrə Fatma xalanın həyəti qarşısında ayaq saxlayıb, çəpərin arxasından buradakı gözəllikləri seyr edərdi. Hər dəfə də bağın tuşuna çatanda məktəbdə onunla paralel sinifdə oxuyan qonşuları İlhamı öz qapılarının ağzındakı skamyada oturmuş görərdi. Bəstəboy, qaraşın olduğuna görə hamı onu kişmiş çağırardı. Qış yay kişmişi burada görməyə adət edən Mehriban təsadüfən onu skamyalarında görməyən də təəccüblənərdi. Sanki Fatma xalanın bağının çiçəklərinin keşiyini çəkirdi kişmiş. O, özünü elə aparırdı ki, güya Mehriban onu qətiyyən maraqlandırmır. Qız küçədə görünən kimi özünü görməzliyə vuraraq ya mahnı zümzümə edər, ya da fit çalardı. Lakin kişmişlə üzbəüz evdə yaşayan Sara Mehribana xəbər vermişdi ki, o küçəyə Mehribana görə çıxır. Uzaqdan onu görən kimi tez küçəyə qaçır,
amma özünü elə göstərir ki, elə bil çoxdan orada oturub. Bu xəbərdən sonra Kişmişi görəndə Mehribanı gülmək tuturdu. Ciddi görkəm alıb sanki nə barədəsi fikirləşən bu oğlanın yaşından böyük görünmək arzusu onun nəzərindən yayınmırdı. Fatma xalagilin çəpərinə yaxınlaşanda nədənsə Mehriban özünü kinolardakı kimi təsəvvür edərdi. Budur, gözəl bir musiqi çalınır, Mehriban mahnı oxuya-oxuya bağda dolaşır, hər ağacdan bir çiçək dərib qoxlayır. Gözəl bir oğlan da onunla duet oxuya-oxuya çiçəklərdən çələng görüb Mehribanın başına taxır. Bu gözəl oğlan da təbii ki, Fərid olardı. Az qala siniflərindəki bütün qızların bir könüldən min könülə aşiq olduqları Fərid. O il Mehriban 8-ci sinifdə oxuyurdu. Fatma xalanın yasəmən ağacı sanki həmişəkindən gözəl, həmişəkindən bol açmışdı. Onların ətri bütün küçəni bürümüşdü. Çiçək salxımları arasında yaşıl yarpaqlar görünməz olmuşdu. Mehriban onlara baxdıqca baxmaq istəyir, tamaşasından doymurdu. Bir dəfə məktəbdən qayıdanda qəribə bir əhvalat baş verdi. Salam Mehriban, səsə tərəf dönəndə 2-3 addımlığında dayanıb utancaq baxışlarla çəkinə-çəkinə onu süzən Kişmişi gördü. İlk dəfə idi ki, Mehriban onun səsini belə yaxından eşidirdi. Salam, Mehriban təəccüblə cavab verdi. Birinci dəfə idi ki, Kişmiş onunla danışırdı. Qonşuluqda yaşadıqları, bir məktəbdə oxuduqları uzun illər ərzində ilk dəfə üz-üzə dayanıb kəlmə kəsirdilər. Axşam sənə söz deyəcəyəm. Bircə dəqiqəliyə bayıra çıxarsanmı? Kişmiş onun gözlərinin içinə baxmaqdan qorxurmuş kimi tez-tez kirpiklərini qırpırdı. Bu vəziyyətdə yaman gülməli görünürdü. O cavab gözləmədən, mən belə fit çalacağam, deyib bülbül cəhcəhinə bənzər səslər çıxardı. Mehriban sual verməyə, nə isə soruşmağa macal tapmamış, oğlan bir göz qırpımında öz həyətlərinə girdi. Bu, elə tez, elə ani baş verdi ki, Mehribanın təəccüblənməkdən başqa çarəsi qalmadı. Görəsə Kişmiş mənə nə deyəcək, deyə yol boyu fikirləşdi. Amma ağlına heç nə gəlmədi. Məktəbə çatanda Kişmiş də, onun dediyi sözlər də yadından çıxdı. Gecə yarısı pəncərəsinin altından bülbül cəhcəhi eşidəndə Mehriban yerindən dik atıldı. Ağlına ilk gələn Kişmişin səhər ona dediyi sözlər oldu. Bu da söz deməyə vaxt tapdı da, deyə ürəyində ona acığı tutdu. Evdəkilərin duyuq düşəcəyindən qorxub, əvvəlcə yerindən tərpənmək istəmədi. Amma quş cəhcəhi bir də təkrar olunanda ehmallıca qapını açıb otaqdan çıxmaqdan başqa çarəsi qalmadı. Həyətə düşüb çöl qapısını açanda Mehriban gözlərinə inanmadı. Kişmiş bir qucaq yasəmənlə küçədə dayanmışdı. Böyük çiçək dəstəsinin arxasından Kişmişin başı güc-bəla ilə görünürdü. Mehribanı gülmək tutdu. Amma tez özünü ələ alıb bunları haradan dərdiyini, niyə gecənin bu vaxtı gətirdiyini soruşmaq istəyirdi ki, Kişmiş yasəmənləri ona verib bir göz qırpımında qaranlıqda gözdən etdi. Bu, elə tez, elə ani baş verdi ki, böyük çiçək dəstəsi ilə qaranlıqda tək qalan Mehriban özünü itirib nə edəcəyini bilmədi. Çox sevdiyi yasəmənlər bu dəfə ona sevinc yox, qorxu qarışıq məyusluq gətirdi. İndi bu qədər gülü neynəsin? Evə aparsa, ondan soruşmazlarmı ki, gecə yarısı gülləri ona kim verib, nə münasibətlə verib? Atasının sərt üzü gözləri qarşısında canlandı. O bilsə ki, qızına gecə vaxtı kimsə gül bağışlayır, Allah bilir onu necə cəzalandırar. Mehriban həyətdən ehmalca bağa keçdi. Evdəkilərin duyuq düşə biləcəyi qorxusu onun qaranlıq qorxusunu üstələmişdi. Gülləri gizlətməsə evdə tufan qopardı. Həyəti axtarıb bir vedrə tapdı. Onu su ilə doldurub, gülləri içinə yığdı, kimsə görməsin deyə qarağat kollarının dalında gizlətdi. Sonra isə ayaqlarının ucunda ehtiyatla içəri girib yatağına uzandı. Xeyli vaxt gözlərinə yuxu getmədi. Ürəyinin döyüntüsü onu yatmağa qoymurdu. Yasəmən salxımları arxasında görünməz olan Kişmişin gülməli sifəti təkrar-təkrar onun gözləri qarşısında canlanırdı. Heyf ki, bu gülləri gətirən Fərid deyildi.
Əgər onları Fərid gətirmiş olsaydı, bu dünyada mehribandan xoşbəxt adam olmazdı. Bu fikirlərlə yalnız səhərə yaxın yuxuya getdi. Sübh tezdən yerindən qalxıb məktəbə hazırlaşdı. Nə qədər ki ata-anasının başı mal-qaraya qarışmışdı, evdən tez çıxmaq lazım idi. Xidmətçilərdən başqa məktəbə hələ heç kəs gəlməmişdi. Onlar dəhlizin yuxarı tərəfindəki otaqları silib süpürürdülər. Mehriban sinif otağının qapısını açıb sakitcə içəri girdi. Özü ilə gətirdiyi yasəmənləri yalnız indi doyunca qoxladı. Gecə evdəkilərin görə biləcəyindən ehtiyat edib onları qoxlaya da bilməmişdi. Səhər havasından daha da təravətlənmiş çiçəklərin ətri otağa yayıldı. Onun heç zaman bu qədər yasəməni olmamışdı. Düşünəndə ki, bir saatdan və ya bir gündən sonra onların hamısı solacaq, güllərin yarımçıq ömürlərinə heyfi gəldi. O, hər partanın üstünə bir yasəmən, Fəridin partasına isə 2 dənə qoydu. Biri mənim, biri Fəridin. Mehriban dəhlizdə kimsənin olmadığına əmin olanda sinif otağından çıxdı. Yaxşı ki, heç kimlə rastlaşmadı. O, yalnız zəng çalınanda qayıtdı. Otaqda bir hay-küy vardı ki, hamı bir-birinə dəymişdi. Görəsən bu gülləri bura kim qoyub? Deyə uşaqlar bir-birindən soruşurdu. Mehriban heç nədən xəbəri yoxmuş kimi onlara qoşuldu. Bu nə tapmacadır? Kimdir bizi bu qədər sevən? Deyə hər şeyə xüsusi maraq göstərən Sənubər dilləndi. O gün məktəbdə hər kəs bu sinfin yasəmənə bələnməsindən danışdı. Dərsdən sonra məktəbdən evə qayıdanda Mehriban Fatma xalanın qapısı ağzında qələbəlik olduğunu görüb onlara yaxınlaşdı. Anası da, qonşular da onların arasında idi. Fatma xalanın qarğış səsi ətrafı götürmüşdü. Səni görüm əllərin qurusun, səni görüm ciyərin yansın, səni görüm... Nə olub ana? Deyə Mehriban xəbər aldı. Kişmiş gecə Fatmanın yasəmənlərini yoluşdurub. Kişmiş? Mehriban qulaqlarına inanmamış kimi heyrətlə soruşdu. Fatma xala hardan bildi ki, bunu kişmiş eləyib? Bir yasəmən ilişib kişmişgilin çəpərində qalmış. Bir də ki, kişmiş özü də boynuna alıb. Hamının yanında deyib ki, Fatma xala kimi xəssisə bu da azdı. Mehriban yasəmənlərin haradan dərildiyini yalnız indi anladı. Qəribədir, dünəndən bəri bu onun ağlına gəlməmişdi. Həyəcan və qorxu içində olduğundan bu sual onu düşündürməmişdi. İndi isə anasından bunları eşidəndə qeyri-ixtiyarı pərt oldu. Dünəndən bəri keçirdiyi həyəcanı biraz da artdı. Birdən kimsə bilsəydi ki, bu güllər mənə görə yolunu nə cavab verərdim, deyə özündən bir ixtiyar titrədi. Eybi yox, kişmiş, baxaq görək bu oğurluğa nə ad verəcəksən, deyə ürəyində söyləndi. Ertəsi gün səhər məktəbə gedəndə kişmiş həmişəki kimi evlərinin qarşısındakı skamyada oturub gülümsər gözlərlə ona baxırdı. Mehriban ona çatanda, sən belə işlərində varmış, hə? Qəhrəmana bax, deyə acıqlı-acıqlı dilləndi. Bilmək istəyirsənsə, özgə bağından uğurlanan güllər mənə lazım deyil. Gərək dünən onları səndən almayaydım. Sən uğrusan. Eşidirsənmi, oğru? Bunları bir nəfəsə deyən Mehriban hirsini soyutduğuna məmnun oldu. Kişmişin gözlərindəki gülüş bircə anda yox oldu. O, xəcalətindən və pərtliyindən pördüb heç nə deyə bilmədi. Peşmanlıq qarışmış incik baxışlarla onu süzdü. Sonra darvazalarına sarı gedib içəri girdi, qapını arxasınca bağladı. Yalnız bundan sonra Mehriban sözlərinin nə qədər acı, ittihamının nə qədər ağır səsləndiyinin fərqinə vardı. Ancaq gec idi. Ox yayından atılmışdı. Həmin hadisədən sonra kişmiş dəyişdi. Tamam başqa cür oldu. O, Mehribandan qaçırdı. Qızı görəndə özünü görməzliyə vurur, ya da tez yolunu dəyişir, başqa səmtə dönürdü. Mehriban səhərlər onu bir daha skamyalarında oturmuş görmədi. Baxışlarını üzərində hiss etmədi. Kişmişi hər gün evlərinin qabağında görməyə elə adət etmişdi ki, indi onu görməmək Mehribana həm qəribə, həm də ağır gəlirdi.
Günlər ötdükcə ona aydın oldu ki, Kişmişin xətrinə dəyib. Özü də elə dəyib ki, bundan sonra neynəsə də könlünü ələ ala bilməyəcək. O, Kişmişin ürəyini yaralamış, heysiyyətinə toxunmuşdu. Sən demə, Kişmiş onun düşündüyündən də ciddi və həssas adam imiş. Bunu düşündükcə Mehriban öz-özündən utanır, dediyi sözlərə görə xəcalət çəkirdi. 2 il sonra onlar orta məktəbi başa vurdular. Mehriban Bakıda pedaqoji instituta qəbul olundu. Kişmiş isə Odessada dənizçilik məktəbinə girdi. O vaxtdan düz 5 il keçirdi. Bu müddət ərzində Mehriban ilk dəfə idi ki, yasəmən çiçəkləyəndə doğma rayonda olurdu. Hər şey 5 il əvvəl necə idisə, indi də eləcə idi. Amma bu zahirən belə idi. Əslində hər şey dəyişmişdi. İndi başqa uşaqlar öz uşaqlıq dövrünü yaşayırdılar. Bir vaxtlar onların ötdükləri yollardan keçir, oynadıkları oyunlarla başlarını qatır, öz qayğısız həyatlarını yaşayırdılar. Mehribanın taytuşları çoxdan uşaqlıq adlı şirin dünyadan ayrılmışdılar. Keçmiş illərdən yadigar qalan bircə Fatma xalanın yasəmənləri idi. Fatma xalanın həyətindən boylanan yasəmən salxımları bu dəfə onun ürəyini qüssə ilə doldururdu. Onların zərif ətri qəlbində keçmiş xatirələri oyadırdı. Məktəb yoldaşları üçün çox darıxmışdı. Onlardan ötürü lap burnunun ucu göynəyirdi. Bu xatirələr içində sözsüz ki, qucağında özündən böyük yasəmən dəstəsi tutmuş Kişmiş də vardı. O, tez-tez gözləri qarşısında canlanırdı. Bir məhəllədə yaşadıkları neçə illər ərzində onlar 2 dəfə üz-üzə dayanmışdılar. Daha doğrusu, Kişmiş ona cəmi cümlətanı bir cümlə demişdi. Sonra isə Mehriban Kişmişin xətrinə dəymişdi. Həm də yaman dəymişdi. Oğlanın gözləri yadından çıxmırdı. İncik, pərişan, küskün gözləri. Ötən bu 5 il ərzində kim bilir, neçə dəfə Kişmişin o pərt halı gözləri önündə canlanmışdı. Hər dəfə də öz-özünə etiraf etmişdi ki, günah işlədib, Kişmişin ürəyinə bərk toxunub, onun qəlbini qırıb. Kaş Kişmişdən üzr istəyəydim, gec də olsa üzrxahlıq edəydim. Mehriban qaranlıq düşənə kimi evlərinin qarşısındakı skamyada oturdu. Yenicə evə qayıtmışdı ki, küçədə bülbül cəhcəhinə oxşayan fit səsi eşidildi. Qulaqlarına inanmadı. Ürəyi həyəcanla döyündü. Bu Kişmişdir, deyə sevincli fikrindən keçdi. Bir an sonra fit səsi təkrar olunanda heç bir şübhəsi qalmadı. Bir göz qırpımında bayıra çıxdı. Lakin kimsə yox idi. Birdən qonşu tindən pıçıltı səsi eşidildi. Tez həyətə düşüb çəpərin arxasında gizləndi. Birazdan qol-qola gələn 2 qaraltı onların qapılarına çatdı. Yasəmənlər hardandı? Qız soruşdu. Fatma xalanın bağını yoluşturmuşam. Bunu deyən oğlan Kişmiş idi. Onun səsini o saat tanıdı. Qorxmadın? Yox, təcrübəm var. Məktəbdə oxuyanda bir dəfə bu bağı qarət etmişəm. Bir qızdan ötürü. Qısqanıram ha, bir də belə şeylər demə. Qızın səsi titrədi. O mənim ilk məhəbbətim idi. Daşa dəyən ilk məhəbbətim. Sən isə son məhəbbətimsən. Yasəmən qoxulu sevdamsan. Ömrüm boyu məni yaşadacaq sevdam. Onlar üz-üzə dayandılar. Səssiz keçən bir neçə dəqiqə sanki Kişmişin sözlərinin təsdiqi idi. Gedək, birdən evdən axtararlar məni, deyə qız həyəcanla dilləndi. Qonşunun həyətinin tuşundan keçəndə, işıqda arxalarınca baxanda bu ucaboy, yaraşıqlı oğlanın bir vaxtlar sısqa, qaraşın olduğuna görə Kişmiş çağırılan İlham olduğuna inana bilmədi. Toyunda barışarıq Kişmiş,
deyə Mehriban özünə təskinlik verdi.